Qaqa, sən nə oxuyurdun? İxtisasın adı nə idi? Sənaye, mülki tikinti gedirdi, nə gedirdi? Yox, nə mülki tikinti, sənaye mühəndisliyi idi. Yəni o siz zavodda işıq lampasını zadı bağlayırsınız, işıq falan, elektrik kabelləri zət edirsiniz də. Yəni işiniz budur. Qaqa, sən səhv başa düşmüsən. Biz işləri, sistemləri optimallaşdırırıq. O nədir? Əslində bir xəttdə məhsul gecişirsə, harda ilişdiyinə baxırıq. Pul, vaxt, enerji itkisinin qarşısını almağa çalışırıq. Yəni sən zavodda baxırsan ki, kim tənbəldir? Yox, biz Power BI-də vizual panel hazırlayırıq. Deməli onda sən kompüterlə baxırsan ki, kim çay içir, kim çay içmir. Qaqa, biz insan resursu analiz eləmirik. Biz logistikanı planlayırıq, ondan sonra istehsalat axınını analiz eləyərək datalarla ortaya bir şey çıxarmağa çalışırıq. Vay bə, halal olsun. Panel falan. Deməli yaxşı işlər ortaya qoyursunuz, ha?